Birləşmiş Ştatların Cənubi Qafqazda yürütdüyü müəmmalı siyasət regionun aparıcı ölkəsi kimi Azərbaycanı narahat etməyə bilməz. ABŞ dövlət katibi Antony Blinkenlə telefon danışığı zamanı Prezident İlham Əliyev də Birləşmiş Ştatların xüsusilə son bəyanatından açıq narazılığını ifadə edib. İndi isə Blinken dövlət başçısından köməkçisinin Azərbaycana səfər etməsini xahiş edib. İlham Əliyev buna razılıq verib, lakin bir şərtlə. Dövlət katibi Antony Blinken Azərbaycan və Ermənistan liderlərinə zəng edərək sülhə dair müzakirələr aparıb. Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, Birləşmiş Ştatlar tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan, Amerika Birləşmiş Ştatları münasibətlərinə ciddi zərər vurub. Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də Birləşmiş Ştatların dövlət katibinin köməkçisi James O'Brien'in Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Azərbaycan tərəfinin Amerika Birləşmiş Ştatlarının Azərbaycana münasibətdə yüksək səviyyəli iki tərəfli görüş və təmasları təxirə salması və iki tərəfli münasibətlərimizdə əvvəlki kimi ola bilməz bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-sında bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində Amerika Birləşmiş Ştatlarından olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb. Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədi ilə dekabrda Birləşmiş Ştatların dövlət katibinin köməkçisi James O'Brien'in Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təklifə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin Amerika Birləşmiş Ştatlarına səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib. Bununla yanaşı qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. 70 günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir. Danışıqlar zamanı tərəflər həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti görüşünə dair fikir mübadiləsi aparıblar. Paralel olaraq dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O'Brien ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh üçün real fürsət gördüyünü deyib. Vaşinqtonun son dövrlər Cənubi Qafqaza marağını intensivləşdirməsi regionu öz kurasiyasına cəlb etmək istəyindən xəbər verir. Bu planı həyata keçirmək üçün Birləşmiş Ştatlar Ermənistan vasitəsilə regiona daxil olmaq istəyir. Ermənistana daxil olmaq üçünsə Azərbaycan faktorundan istifadə etməyə çalışır. Vaşinqtonda yaxşı başa düşürlər ki, onlar nə qədər Ermənistana dəstək versələr də, köməklik eləsələr də, Azərbaycan güclü bir dövlətdir burada. Azərbaycan güclü bir qüvvədir, oyunçudur və Azərbaycandan bir çox məsələlərin həlli asılıdır. Blinken çox gözəl anlayır ki, yaranmış vəziyyətdə ancaq Azərbaycan bu mürəkkəb situasiyanı hansısa bir səviyyə gətirib çıxara bilər. Vaşinqton hər nə qədər Cənubi Qafqaza can atsa da, bölgədə 200 ildən çox hökm sürən Rusiya ənənəsi var. Bu da Birləşmiş Ştatların regiona təsirini çətinləşdirən amildir. Lakin Amerika regionda dayaqlarını möhkəmləndirərsə, rəsmi Moskva bunu heç də müsbət qarşılamayacaq. Bu ola bilsin ki, bu kontekstdə Rusiyanı bu qıcıqlandıran bir məqamdır. Amma biz kifayət qədər balanslı bir siyasət aparırıq və biz bu fonda Rusiya ilə münasibətlərimizi pozmaq fikrində deyilik. Biz bundan sonra da o münasibətlərimizi normal səviyyədə saxlayacağıq. Sadəcə olaraq onlar bu Ermənistanla sazişin imzalanmasının sponsorluğunu öz üzərinə götürmək istəyir. Görünür, indi də Ermənistanın gözündə qəhrəman obrazına çevrilmək istəyən qüvvə kimi Amerika Birləşmiş Ştatları çıxış edir. Vaşinqton müəyyən dövrlərdə Azərbaycana təzyiq göstərməklə İrəvanı daha da özünə yaxınlaşdırmaq niyyətindədir. Bununla həm də erməni cəmiyyətində simpatiya qazanmaq cəhdləri özünü bir üzə verir. İstənilən halda Azərbaycanı təhdid edərək regionda qüvvələr balansını pozmağa hesablanan siyasət Amerikanın Cənubi Qafqazda reputasiyasına xələl gətirir.